İmam Cəfər-i Sadiq əleyhissalam Məli ibn Xənisəyə və yaxud da ki, Məalla ibn Xüneysəyə dördüncü haqdan danışır. O haqq ki, müsəlman boynunda haqqıdır. Biz keçən dəfələrdə 3 haqdan danışmışıq. İndi 4-cü haqq ki, mənim boynumdadır sizin haqlar, sizin boynunuzdadır mənim haqqım və bir-birimizin boynundadır bir-birimizin haqqı, ondan danışır. Və 4-cü İmam buyurur ki, 4-cü budur ki, ən təkuna aynəhu və dəliləhu və miratəhu. Deyir, İmam buyurur ki, 4-cü haqq budur ki, ən təkuna aynəhu. Sən onun gözü olasan. Gözü. Belə deyək, görən gözü olasan. İnsan ətraf məlumatları nəyin vasitəsilə alır? Gözün vasitəsilə. Görərək alır. Həqiqətləri öz içərisinə gözü ilə alır. Amma gözün özünün də bir neyi var? Ölçüsü var. İnsan gözünün ölçüsü var. Məsələn, neçə yüz metrə qədər görərsən sən aydın, ondan sonra bulanlıq, ondan sonra heç görməzsən. Gözün görmə qabiliyyətidir. Əvvəllərdə demişim, insanın gözü ölçülüdür, görməsi ölçülüdür. Lap böyüyü də görə bilmir, lap uzağı da görə bilmir, lap yaxını da ne də bilmir? Görə bilmir. Necə ki, uzaqdakını görə bilmirəm, burada əlimi də belə aparsam görə bilməyəcəyəm. Əlim içindəki, bu belədir. İnsan bəzən insanın görə bilmədiyi ən böyük həqiqət insanın elə özüdür. Niyə? Özü özünə hər kəsdən ki yaxındır, dedim, yaxını görə bilmirsən, ha? Yaxındır. İnsan bəzən özü özünü görə bilmir. Bax, problem budur. Mən hamınızı görürəm, özümü görürəm, yoxsa yox? Özümün içərisində bir dənə də öz var. Ona deyirlər nəfs. Nəfsimi görə bilmirəm. Mən düşüncələrimi elə bilirəm ki, mənim düşüncələrimdir. Mən onu eləmirəm, çünki öz düşüncəmdir. Amma o düşüncələrimin ki, dilimdən ifadə olunur, onların içərisində Qur'anı istinad eləsək, vəsvəsə var ya yox? Düşüncələrimdə vəsvəsə var, hamımızda var. Var. İndi sən düşüncələrimi deyirsən, onların hamısı vəsvəsədir. Hansı özünkidir, hansı mələkutudur, bilirsən? Bilməzsən. Amma sözün kimi danışsan. Və həmən o düşüncələrdən rəftarlar, hərəkətlər, davranışlar yaranır. O davranışın səbəbi vəsvəsədir, nəfsə tabi olmaqdır, yoxsa Allahdır. Əgər sən bunları analiz eləməsən, bilməyəcəksən. Öz malın biləcəksən. Özünki biləcəksən. Bu problemdir. İnsan özünü görə bilmir. İmam buyurur ki, qardaşın üçün görən göz ol. Onun gözü ilə baxma ya, görən göz ol. Görən göz ol. Bəzən o görməz. Həm yaxını, ən yaxın insanın özüdür də, həm uzağı, o yerdə ki, qardaşın yoxdur, orada onu görən gözü ol. Gözün bir dənə də xarakteri var, işi var. İnsani təhlükələri insana nə eləyər? Xəbərdarlıq eləyər ki, quyu var burada. Maniyə var qabaqda. Mömin deyir, qardaşımın gözü ol, təhlükələri, quyuları, maniyələri ona
Çatdır xəbərdarlıq elə. Ehtiyatlı ol, yıxılarsın. Bu sözü deyirsən, ha, ehtiyatlı ol, bu səni uçuruma aparar. Qurban olun. Gözün işi budur da məlumat verir. Deyir, onun gözü ol. Və dəliləhu. Dəliləhu. Dəlil, belə deyək, bir subut deyək. Dəlil bizim sözdə də var da. Əslində qalanda dəlil mürşid, yol göstərən. İmam Zaman üçün dua eləyəndə nə deyirik? Dua-i fərəzdə. Dəliləhu ilahi, onun bələdçisi ol, onun yol göstərəni ol, onun mürşidi sən özün ol. Bələdçisi ol. Dedim də insan bəzən görmür. Elə bilməyin, biz görürük. Bəzən biz özümüzü hamısından yaxşı görən bilirik. Amma öz başqası üçün görə bilirik. Bax, onun eybini görə bilirəm, bunun eybini görə bilirəm, bunun eybini görə bilirəm. Amma öz eybimi görə bilirəm, vallahi çox çətin. Özümü eyibli bilmirəm. Özümün hər bir işini hünər bilirəm. Elə biləm, bu yaxşıdır. Elə biləm, bu yaxşıdır. Güzgiyə baxmasan, bilməzsən sən nə gündəsən. Düzdür. Güzgiyə baxmayansan, bilərsən, qəşəngsən, ya ki bilirsən. Qabağındakına baxarsan, qabağındakına baxarsan, amma özünü görə bilməzsən. Bir kənddə güzgü olmayıb heç vaxtı. Bir kişi bir güzgü tapır, baxır güzgüyə deyir, Allah, mən inanmazdım bir də ölmüş qardaşımı görərəm. Baxır güzgüyə, qardaşını oxşadır özünə. Qardaşı oxşadır, ölmüş qardaşını oxşadır. Ağlayır, qucağında güzgü yatır. Arvad gəlir, baxır ki, kişi bucuna ağlamsın halda bir şey qucaqlayıb, yatıb, belə alır, baxır ki, görsün, nədir? Gör bir dənə arvad. Gör bir dənə arvad. Çirkin arvad deyir, vay, bu çirkin arvada görə bu cünnə ağlayıb yatıb burada. Bu hala düşür, Allah sənin bəlavı versin. Gedir oranın, o kəndin böyüyü ki, yoxdur, rəhbəri böyüyü falan, onun yanına deyir ki, mən əlimdən boşanmaq istəyirəm, nə eləmək istəyirəm, bu mənə xəyanət eləyir, çirkin bir arvadla xəyanət eləyir mənə. Deyir, hardan bilirsən, deyir, onda şey var da, gəlir, şəkli var. Alır, baxır, deyir, vay, bu nə gün deymiş? Bunun adı arvaddır. Özü çirkin kişidir, özü də öküzə oxşayır. Güzgünü görməsən, bilməzsən sən necəsən. Odur ki, İmam Əleyhisselam gör nə deyir? Buyurur, və miratəhu, və onun güzgüsü ol. Güzgüsü ol. Güzgü. Ay, güzgü çox gözəl bir şeydir. Kaş biz birimizə güzgü olardıq. Demir aybı nədə ya, bax, bu dana söz var. Güzgünün həqiqəti nədir? Adamı özünə olduğu kimi göstərir və sakit göstərir. Birinə deməklə ki, sən beləsən. Sən beləsən deməklə də göstərirsən də, amma mən belə görürəm. Səhv görəmsə Allah bağışlasın məni. Mən belə gördüm. Sən beləsən deyəndə artıq nə oldu? Hüməzə, qayıtdıq ara, o hüməzəyə, düz. Onu nöqsanlayırsan, onu aşağılamaq istəyirsən, özünü ondan üstün göstərmək istəyirsən, qəlbinə bəzən yara vurursan, gəl bu işi düz eləmirsən, mən görürəm sən bu işi səhv edirsən, eləmə bu işi, nəsiyyət, bəzən nəsiyyətin altında bir sözlərimizi də istəyirik. Neyini? Onu eləmək istəyir, üzdə olsun, üstər arxada olsun. Filan kəs belə, güya ki, ürəyim yanır olsun, daha hamısını dedim. İçim boşaldı. Sonra dedi ki, nə yiyimə lazım, nə yiyimə lazım danışmadı.
güzgü başqadır. Güzgü sakitcə göstərir. Nə artıq göstərir, nə əksik göstərir. Qurban olum sən, mən belə görürəm. Belə qıraqdan bu iş belə görsən, indi düzdür ya, nə niyyət eləyərsən, nə eləyərsən. Amma mən görürəm də qardaşımca, mən səni bunu deməliyəm ki, kənardan belə görünür bu. Kənardan belə görünür. Niyyətin də düz olsa, elə belən biraz əməldə də nə etməyə ehtiyac var? Düzəltməyə ehtiyac var. Güzgü kimi sakit göstər. Deyir, qardaşımın güzgüsü ol. Gərək əslinə qalanda biz özümüz üçün bir dənə qardaş seçək ki, o qardaş bizə güzgü olsun. O qardaş bizə güzgü olsun. Olub ha, böyük adamların olub belə bir şeyləri. O güzgü olmasa, güzgüyə baxmadan çıxırsan evdən bayra. Saç bu dəqiqə belə olmuşdu. Hə? Üz tarajı yox idi, heç bunu düzlə bağlamasın. Ləhkəli, güzgü sənə göstərir sakitcə. Deyir, qardaşıma güzgü ol və sənə də güzgü olmaq istəyən o qardaşlara nə etkin, hə? Şərait yarad. Niyə? Çünki güzgü həqiqəti gizlətmir, olduğu kimi göstərir. Və göstərdiyini də təhqir eləmir, sadəcə göstərir. Allah bizi bir-birimizə həm görən göz eləsin, həm deyən dilimiz olaq, vuran əlimiz olaq, kömək eləyən əlimiz olaq, gedən ayağımız olaq. Amin Allah. Bir-birimizə güzgü olaq. Bəzən sözlər var, adam elə özü-özünə deyir. Bəzən özü-özünə deyir, danışırıq. Mən moizəni sizdən qabaq özümə danışırım, özümə. Belə deyir, sizdən zoğasız su qoymuşam, qarşımda belə. Yox, olan ən böyük pisi məndədir, yaxşıların ən yaxşısı sizdədir. Biz özümüz üçün danışırıq. Burada cümlədir, mən siz hamımızı qardaş bilirəm. Elə, belə, dəhdəşirik burada. Dəhdəşirik burada. Bir-birimizi istəyirəm, əlimizdən tutar, gedək çata bilək ora. Bir dənə arzum var mənim. Bir-birimizin əlindən tutaq, kömək eləyək bir-birimizə. Bu qaranlıq dünyanı keçək. Allahın o nuranı cənnətinə girə bilək. O Sirat körpüsünü keçə bilək. Bir dənə dərdimiz budur, bizim başqa dərdimiz yoxdur. Bir-birimizə bunu arzu edirəm. Allah bu yolda biri-birimizə kömək edənlərdən qərar versin inşallah. Necə ki, Quran buyurur, təqva və yaxşılıq üzərində bir-birinizə kömək edin. Möminlər, bir-birinizə kömək edin. Bir-birinizə kömək edin yaxşılıq üzərində, təqvaya getmək yolunda. Amin ya Rabbil Alemin.